Deməli dostlar, bugün bir şey haqqında danışmaq istəyirəm. Deməli, neçə vaxtdır Instagramda fikir verirəm. Blogerlərin videolarına baxıram. Yəni hansıların səhifəsinə baxıramsa, onları izləyirəmsə, onların videolarına baxıram. Deməli, baxıram hamısında arxada eyni fondur. Ağ mebeldir. Bir də balaca ağ üstürdür. Hamısı da qaranlıq otaq olur. Hamısında da ağ mebel olur. Standart görüntülərdir də, hamısında ağappaq mebel olur. Yuxarıdan da bir dənə lüstr sallanır. Əvvəl fikirləşdim ki, bəlkə studiya da çəkirlər. Çünki elə yerlər var da, məsələn, xüsusi yerlərdir. Ev dekorunda görünür, amma çəkiliş eləmək üçündür də. Sən gedib orada rahat videoları çəkirsən. Amma sonra fikirləşdim ki, artıq biraz o irəli səviyyədə bloger olandan sonra, yəni bir 10 milyon, 15 milyon izləyicin olandan sonra, əgər markalar səndən yaxşı işləyirsə, yəni özü markalara yaxşı tanıda bilirsənsə, elə çəkiliş məkanlarına məsələn dəvət edib orada xüsusi çəkilişlər apara bilirsən. Çünki mən onu bilirəm ki, yəni əvvəl təzə başlayanda, yəni təzə video çəkməyə başlayanda hamı elə qəşəng yerlərdə çəkmir də. Kimi öz otağında çəkir, kimi oturub xonada qıraq bir yerdə çəkir. Məsələn, indi mən də məsələn xırda otururam, qıraq bir yerdə yerə çəkirəm. Yəni hamı birdən-birə elə lüks yerlərdə çəkə bilmir. Yox, çəkdikləri videolar yəni pis deyil. Məsələn, baxıram ki, kombin videolar çəkirlər. Məsələn, geyindikləri paltarları göstərirlər, ya aldıqları PR paketlərdir, nə də markalardan gələn hədiyyə paketlərini məsələn göstərirlər ki, biri paltar göndərir, biri qulaqlıq göndərir, biri belə göndərir. Onların hamısı yaxşıdır, yəni pis deyil, videolar xoşuma gəlir, öyle xoşuma gələn blogerlər də var. Amma prosta diqqətimi o çəkirdi ki, məsələn, hamısında arxa fonda ağ belə mebeldir, mebel arxalarında deyil, kənarda qıraqda olur belə, arxa fonda da bir dənə lüstr olur, divarda ağappaq, hamısında da eyni görüntüdür. Qəşəngdir, pis deyil. Amma prosta fikirləşirdim ki, məsələn, hamı təzə çəkməyə başlayanda, hamıda eyni, məsələn, görüntü olmur da. Sonra, məsələn, başındakı o günləri göstərdim. Bunlar, məsələn, bu günləri təzə hazırladım, bağladım üstünə. Çünki ilk toxunanda bağladıqlarım söküldü, yəni onun yerinə dəyişdim, bunu qoydum. Üzümdə məsələn heç qırış saç yoxdur, yəni qocalmayıb. Dəri maşallah sağlamdır. 35 yaşa görə yaxşıdır. Saçdakı ağarmayıb. İllər əvvəl rəng qoymuşam, elə odu qalıb. Yəni onu danışmaq istəyirdim. Yəni bu həmişə baxıram blogerlərin videolarına, məsələn maraqlı gəlir ki, hamısında görüntü eynidir. Arxa fonda ağ mebeldir. Bir dənə də balaca ağ lüstr asılır. İşıqda yanmır. Ağ fondu, yanda bir dənə mebeldir, yuxarıda bir dənə lüstrdür. Sonra fikirləşdim ki, ya hamı eyni model dekor edir evinə, ya da ki, xüsusi çəkiliş aparmaq üçün studiyadır, amma bloger olanda, yəni izləyici çox olanda, məncə elə yaxşıdır. Çünki qəşəng düşür. Məsələn, bir rəngli paltar geyinəndə, qırmızı kofta geyinəndə, arxa fonu ağappaq olanda qəşəng görünür. Yəni baxdım, marağımı çəkdi. Elə fikirləşirdim ki, yəni bu barədə danışsam yaxşıdır. Yəni saçıma gələndə də yəni ağarmayıb. Yəni nə üzümdə qırış var, yəni qocalmayıb, saçım da ağarmayıb. İllər əvvəl rəng qoymuşam budur. Bunu da o günləri videosunu qoymuşdum, haqqında danışırdım. Bu çoxdan toxunub. Bunun üstündəkiləri də elə bir ki, bugün təzədən yenisini əlavə elədim üstünə. Belə.